Sabunçu rayonunda əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı üçün bir sıra işlər həyata keçirilir. Görülən işlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Sabunçu rayon su kanal idarəsi tərəfindən aparılır. Qeyd edək ki, Sabunçu rayonunun ərazisi 244,3 kvadrat metr təşkil edir. İdarə 426.769 nəfər əhaliyə xidmət göstərir. Hazırda aktiv abonentlərin sayı 122.085 abonentdir. Bundan 118.755 nəfər əhali, 3330 nəfəri isə qeyri-əhali təşkil edir. İlin əvvəlindən qrafika uyğun olaraq, demək, rayon ərazisindəki olan su anbarların 20 ədəd su anbarları yuyulub və zərərsizləşdirilmişdir və eyni zamanda nasosxana sahəsində təmir bərpa işləri həyata keçirilmişdir. Demək, nasos qurğuları avadanlığı 12 ədəd nasos qurğuları avadanlığı təmir olunmuş, elektrik mühərriki avadanlığı 12 ədəd elektrik mühərriki avadanlığı təmir olunmuş və 11 ədəd siyirtmə təmir olunub tam istifadəyə verilmişdir. Rayon ərazisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan magistral su kəmərlərinin və məhəllə daxili su xəttlərinin ümumi uzunluğu 1043 km-dir. Bundan magistral xəttlər 284 km, məhəllə daxili şəbəkə isə 760 km-dir. İstismar olunan kanalizasiya şəbəkəsinin isə ümumi uzunluğu 137,8 km, yağış sularının axıdılması üçün kollektorların ümumi uzunluğu 67,5 km-dən artıqdır. İlin əvvəlindən başlayaraq içməli su xəttinin də baş verən qəzaların demək, sayı baxımından 1578 say olaraq həll olunmuş, müsbət həll olunmuş. Kanalizasiya şəbəkə xəttlərinin demək, xəttlərində baş verən 2074 qəza aradan müsbət həll olunaraq aradan qaldırılmışdır. Qeyd edək ki, rayon ərazisində 3 mənbə, Şərq su anbarı, Maşdara su anbarı, 54 su anbarı olmaqla 32 su kəmərindən su daxil olur. Rayon ərazisində 28 çıxış xətti olmaqla Bağlar, Xəzər və Suraxanı rayonlarının bir hissəsi su ilə təmin edilir.